4 namizəd var. Qalib namizəd ikincidən, ikinci namizəd üçüncüdən, üçüncü namizəd sonuncudan 100 səs çox toplayıb. Ümumi 2400 seçici səs veribsə, qalib namizəd neçə səs toplayıb? Demək 4 dənə namizəd var. 1, 2, 3 və 4. Tutaq ki, birinciyə biz qalib namizəd deyirik və bunun x səsi var. Digəri və bu x ikincidən 100 bal, 100 səs çox toplayıb. Ona görə ikinciyə x çıxılsın 100 yazıram. Və bu ikinci üçüncüdən 100 səs çox toplayıb. Buna yazıram x çıx 100 ikinci də bir dənə də 100 çıxıram bundan. Bu üçüncü isə dördüncüdən 100 səs çox toplayıb. Buna da yazıram x çıx 100 çıx 100 çıxılsın 100. Birbaşa 200-ə yaza bilərsiniz. Və cəmi 2400 səs var. Toplayıram. X'lar neçə dənədir? 1, 2, 3, 4. 4 dənə x var. 4x çıxılsın. 1, 2, 3, 4, 5, 6 dənə də 100 var. 600. Bərabərdir 2400. Buradan tapırıq ki 4x bərabərdir. 600'ü keçirsəm 2400 yəni olacaq. 2400 gəl 600 yəni 3000. X də bərabərdir 3000'i 4'ə bölsək 750. Deməli qalib namizəd 750 səs toplayıb. Doğru cavab B bəndi.